Çox təşəkkür edirəm, hörmətli xanım sədr. Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, yeni, eyni zamanda kifayət qədər vacib qanun layihəsidir və nəzərə alsaq ki, bugün bizim müzakirə etdiyimiz və qəbul edəcəyimiz qanun layihəsi praktik olaraq mali idarəsi sektorunda yeni münasibətlərin formalaşmasına imkan verəcək. Hörmətli Azər müəllim tərəfindən yeni qanun layihəsi ilə bağlı ətraflı məlumat təqdim olundu. Konseptual olaraq bir neçə məqamlara diqqət çəkmək istədim. Əvvəla təbii ki, yeni qanunun qəbul edilməsi bir tərəfdən maliyyə icarəsi, yəni leasing sahəsində nəzarətin gücləndirilməsini və yeni institusional tənzimləmələrə tətbiq edilməsinə imkan verəcək. Xüsusən nəzərə alsaq ki, bank və maliyyə sektoru həssas sektordur və o baxımdan xüsusən də bank sektoru ilə bağlı yeni qanun qəbul edilən zaman və digər ölkələrdə olduğu kimi, bir sıra digər ölkələrdə olduğu kimi daha məqsədə uyğun olardı ki, Mərkəzi Bank tərəfindən eyni zamanda risk qiymətləndirməsi təqdim olunardı. Çünki xüsusən bank və maliyyə sektorunda yeni qanunun qəbul edilməsi bazar iştirakçılarına və eyni zamanda həmin sektordakı qaydalara birbaşa təsir göstərir. Risk qiymətləndirməsi nəticə etibarilə həm də qanunun sektora təsirləri müəyyənləşdirilməsinə imkan yarada bilərdi. Baxmayaraq, təbii ki, qanunla bağlı arayış təqdim olunub, eyni zamanda arayışda da qeyd olunduğu kimi bir sıra digər ölkələrin, xarici ölkələrin təcrübəsi öyrənilib. Amma eyni zamanda nəzərə alsaq ki, mali icarəsini ilk tətbiq edən və qanunvericiliyə gətirən ölkələrdən biri Amerika Birləşmiş Ştatlarıdır və qanun layihəsində də həm bazar dəyərinin 90%, istismar müddətinin 75, daha yüksək faiz olması ilə bağlı qeydlərdir. İlk olaraq Amerika Birləşmiş Ştatları təcrübəsində tətbiq olunur, amma arayışda bizim strateji müttəfiqimiz olan Amerika Birləşmiş Ştatlarının təcrübəsinin istifadə qeyd olunmur. O baxımdan beynəlxalq təcrübəni nəzərə alaraq təbii ki, risk qiymətləndirməsinin tətbiq edilməsi vacib olardı. Konseptual olaraq nəzərə alsaq ki, Azərbaycanda leasing təklifi ilə qeyd olunduğu kimi həm dövlət tərəfindən, xüsusən kiçik orta sahibkarlara texnologiyanın leasing olaraq təqdimi həyata keçirilir. Eyni zamanda banklar və bir sıra qurumlar tərəfindən avtomobillərin leasing olaraq təqdimatı həyata keçirilir. Və xüsusən nəzərə alsaq ki, Azərbaycanda kredit bazarının strukturuna və segmentlərinə diqqət etirsək, Azərbaycanda leasing üzrə banklar tərəfindən təklif edilən faizlər kredit faizləri müqayisədə daha yüksəkdir. Və nəzərə alsaq ki, Avropa İttifaqında biznes kreditləri üzrə orta faiz 3,5%, istehlak kreditləri üzrə 7% olsa da belə, amma banklar tərəfindən təklif edilən leasinglər üzrə faiz dərəcəsi 2% ətrafında dəyişir. O cümlədən region ölkəsi Qazaxıstanda orta kredit faizi 19%-dir, avtomobillər üçün təklif edilən leasing kreditlər üzrə faizlər 14%-dir. Azərbaycanda nağd kreditlər üzrə faizlər orta hesabla 11%-dən başlayır, leasing üçün faktiki illik faiz dərəcəsi 14%-dən başlayır. Eyni zamanda nəzərə alsaq ki, burada ilkin ödəniş də var. O baxımdan güman olur ki, yeni qanunun qəbul edilməsi bütövlükdə bu istiqamətdə təklif edilən kredit faizlərinə təsir göstərəcək və kredit faizlərində azalmaların olması və bütövlükdə leasingə və leasinglə təklif edilən texnologiya əlçatanlığın yüksəlməsi mümkün olacaq. Eləcə də qanun layihəsinə əsasən reyestr qeydiyyatı və hesabatlıq genişləndirməsi nəzərdə tutulur. O baxımdan bunun da ayrıca qiymətləndirməsinə ehtiyac var ki, bütövlükdə yeni hesabatlıq sistemi, eyni zamanda reyestrin tətbiq edilməsi, leasing xidmətlərinin banklarda təmərküzləşməsinə səbəb olacaqmı? Eyni zamanda bazarda olan mövcud iştirakçılar qanun qəbul edilənə və qanuna müəyyənləşdirilmiş müddət başa çatdıqdan sonra fəaliyyətlərini davam etdirə biləcəklərmi? Qanuna əsasən minimum kapital tələbi müəyyənləşib və minimum kapital tələbi qanun qəbul edildikdən sonra müəyyənləşəcək. Amma daha yaxşı olardı ki, məhz həmin minimum kapital tələbi qanunla konkret meyara bağlansın. Bu da təbii ki, mövcud bazarda olan iştirakçıların qanun tətbiq edildikdən sonra öz fəaliyyətlərini davam etdirməsinə imkan yaratsın. Eyni zamanda qanun fiziki şəxslərin leasing xidməti ilə artıq qanun qəbul ediləndən sonra iştirakına və icazə verməyəcək. Amma bir sıra ölkələrdə hüquqi şəxslərlə yanaşı fiziki şəxslər də mali icarəsində iştirak edirlər və düşünürəm ki, bunun da nəzərə alınması və qiymətləndirilməsi vacib olardı. Bütövlükdə yeni qanun layihəsi bu sektorda tənzimləmələrə və eyni zamanda kreditlərə əlçatanlığa birbaşa təsir göstərəcək. O baxımdan mən qanun layihəsini dəstəkləyirəm və səs verəcəm. Çox sağ olun.